1988-ci ildə Aksafa rayonunun Vurğun qəsəbəsində dünyaya gəldi və uşaqlıq illərindən karate-do üzrə müəllimi Məhəmməd Hüseynovun məşqçiliyi ilə idmana başlayaraq bir çox nailiyyətlər əldə etdi. Bununla yanaşı ümummilli liderimiz Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq Aksafadan Bakı şəhərinə ilk uzaq məsafəni yürüş edən idmançı oldu. Bundan əlavə dəfələrlə Qəbələxan kəndi və digər istiqamətlərə də yürüş edib. Bu dəfə isə qaçışı ilə yeni rekorda imza atdı. Söhbət Aksafa rayon Vurğun qəsəbə sakini 1988-ci il təvəllüdlü Ağa Əliyev Qəzənfər oğlundan gedir. İdmançı zəfər günü ilə əlaqədar olaraq noyabr ayının 4-də Qazax rayonunun Gürcüstanla sərhəd bölgəsi olan Qırmızı Körpü sərhəd məntəqəsindən start götürərək 4 gün yarıma Bakıdakı Ağşəhərdə yerləşən Zəfər tağına çatıb. Məlumat üçün bildirək ki, idmançı 4 noyabrda, yəni 1-ci gün 115 km, 2-ci gün 101 km, 3-cü gün 100 km, 4-cü gün 83 km və sonuncu 5-ci yarım günü isə 103 km məsafə qət edib. İdmançı ümumilikdə 4 gün yarım vaxtda 544 km məsafə qət edib. İdmançı dostları Ağa Əliyevi hörmətlə qarşılayıb və onun yeni rekorduna sevindiklərini bildiriblər. Kimi zəfər günündən əlaqədar olaraq Aksafa rayonunun Vurğun qəsəbə kənd sakini Ağa Əliyev, yəni zəfər günündən əlaqədar olaraq Azərbaycanın Gürcüstanla həmsərhəd bölgəsi olan Sınıq Körpü sərhəd məntəqəsindən başlayaraq artıq Bakı şəhərinə, baxırsınız, yəni Bakı şəhəri istiqamətinə yürüş edir. Dostlar, bugün bütün Azərbaycan xalqı üçün çox əlamətlər gündür. Məhz 30 ildən sonra biz əzəli torpaqlarımızı geri qaytardıq və bugün zəfər günüdür. Başda Ali Başkomandan olmaqla və Müzəffər Azərbaycan ordusu bu gözəl günü bizə yaşatdı. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə can sağlığı edirik. Bu gözəl gün, müqəddəs gün naminə bizim ultramarafonçu Ağa Əliyev Azərbaycan Gürcüstan sərhəddir. Yəni Qırmızı Körpüdən Bakıya qədər təqribən 540 km məsafəni qaçaraq gəlib və bugünkü gündə öz finişini elədi. Bu çox böyük bir hadisədir. Bunu idman aləmində uzun məsafə qaçan insanlar bilir ki, bu necə çətin bir prosesdir və Ağa Əliyev bunu tək elədi. Biz onu təbrik edirik. Biz dostları gəlmiş onu finişdə qarşılamağa. Alqışlar, təbriklər. Dostlar, mən bir şey də deyim ki, mənim oradan başlamam üçün səbəbim odur ki, biz öz ərazi bütövlüyümüzü tam bərpa elədik. Yaşasın Müzəffər Ali Başkomandan, yaşasın bizim ordumuz, yaşasın Azərbaycan. İdmançı Ağa Əliyev bu yürüşdə ona dəstək olan dostları Hüseyn Ağa Səfərova və Rəhman Nəcəfova minnətdarlığını bildirib. Elvin Qudrətov, Kamaran Əskiparalı, Sənan İsmailov bu gün informasiya proqramı üçün.